Hər kəsi salamlayıram və ümid edirəm enerjiləriniz qaydasındadır. Uzun aradan sonra yenə sizinləyəm. Çox ağrılı, acılı, çətin günlər keçirdim və həyat yenidən davam edir. Həyat yenidən bizi gözləyir. Fayda verək dünyaya və elə ona görə də qayıtdım yenidən ki, bir-birimizə faydalı olaq. Və biz bugün çoxdan da çəkmədiyimiz nələr gözlənilir, hansı hadisələr hal-hazırda taley qapınızın arxasında qapını döyür, hansı hadisələr ən tez zamanda yaşanma ehtimalı yüksəkdir. Və 3 dəstə var önünüzdə. Hansı dəstənin enerjisi sizi daha çox özünə çəkirsə, sizi daha çox enerji olaraq deyirsə ki, bəli, bax, məndə bir söz var, məndə bir sənə deyəcəyim bir nəsə var, o zaman həmin dəstəyə çəkilirsiniz. Əgər görsəz ki, yox, dəstəyə qulaq asırsınız, sizə aid deyil, digər dəstəyə də qulaq asa bilərsiniz. Ola bilər, bəzi insanlar düz hiss eləyə bilmir özlərinə uyğun olan dəstəni, belə hallar olur. İndi isə mən sakit qalıram və siz dəstəni seçirsiniz. Və mən birinci dəstə ilə başlayıram. Birinci dəstəni seçənlər özünüzü niyyət eləyin. Kimisə niyyət eləməyin, hansısa heç nəyə. Sadəcə mənim üçün ən xeyirli olan nədirsə, onu eşitmək, onu görmək istəyirəm. Kartları qarışdırıram. Və bu dəstəni seçənləri hiss etmək istəyirəm. Bu dəstəni seçənləri enerjisini hiss eləmək. Hal-hazırda kimlər kədərlidir, kimlər sevinclidir, kimlər nəyisə gözləyir, kimlər incikdir, kimlər yalnızdır, kimlər xoşbəxtdir. Hər birinizi hiss eləmək istəyirəm. Belə, başlayaq. Ən yaxın zamanda sizin üçün nələr olacaq? Kılıç altılısı ilə başladıq. Bir ayrılıq kartıdır əslində. Sanki, amma bu ayrılıq necə bir ayrılıqdır? Sanki bir şeyləri geridə buraxmışsınız, geridə buraxmaq ərəfəsindəsiniz və yaxud da artıq buraxırsınız. Bəlkə işinizi, bəlkə sevdiyiniz birini, bəlkə bunların heç biri deyil, amma sizin üçün rutin həyatınız var idi. Məsələn, bu vaxt yatmaq, bu cür yaşamaq. Amma elə bir hadisə oldu ki, siz məcbur olursunuz və öz öyrəşdiyiniz, alışdığınız rutini tərk eləməyə başlayırsınız. Və kule kartı anidən baş verən dəyişikliklər və sanki bugünə qədər var idi siz, bir də bugündən sonra var siz. İki ayrı siz var burada və həyatınızda baş verən bitiş, sonlanma, bəlkə birinin ölümü, bəlkə birinin ayrılığı, bəlkə birinin sizin kimlərləsə ayrılıq mərtəbəsinə, nöqtəsinə gəlməyiniz həyatınızda anidən oldu. Hazır değildim, parçalandı bir qəlbim. Sanki belə bir enerji, belə bir həyatınızda sanki bir ildırım çaxmış kimi. Mən buna hazır değildim, bu çox güclüydü. Güclü itki idi, güclü gediş idi, çox güclü təsir edəcək bir son mesajıydı və s. Bu formada hiss eləmiş ola bilərsiniz. Və mən deyərdim ki, hal-hazırda həyatınızda sizi sevən insanlar var və sizi sevən insanlarla onlar sizə dəstəkdir, onlar sizin yardım eləyirlər, kömək olurlar, sanki sizə bir şeylər o yaralarınızı sarmaq üçün sizə dəstək olurlar. Burada biraz bu da var. Ola bilər bu aralar biraz agresiya da var. Ola bilər bu aralar biraz inciklik və küslük də var. Ola bilər biraz hətta ətrafınızda sizi sevənlərə qarşı belə zaman agresiv davranışlarınız ola bilər. Eyni zamanda əgər biriləri sevgi baxımından sizi bacı qardaş ola bilər, yaxın dost ola bilər, sevgili ola bilər, ayrılıq yaşandısa, bu insanla gələn barış, üzr təklifi, amma bu üzr təklifini sizin qollarınızı açaraq qarşılamadığınızı və sanki biraz agresiv formada nələr eləmişsən, indi mi gəldin tipində bir qarşılama, sanki siz tam da belə həmin bu mesaja, sizi bu yıxan bu insanı biraz incik formada, biraz əsəbi formada qarşılaya bilərsiniz. Eyni zamanda
Deyərdim ki, bu aralar biraz mən hər şey eləyərəm. Mən artıq əvvəlki kimi olmayacağam. Mən artıq sərhədləri pozacağam. Mən artıq qaydaları pozacağam. Mən artıq adət, ənənə, mentalitet bunlarla oturub durmayacağam. Artıq biraz öz həyatımı yaşayacağam. Məqsədlərimi qoyacağam qarşıma, məqsədlərimə doğru gedəcəm. Artıq qarşıma çıxanı da əzib keçəcəm. Yəni sanki bir bu yaşananlar, ümumiyyətlə bu olanlar sizdə belə bir savaş enerjisini yaratdı ki, bəli, mən bəlkə bir yaxınınızı itirdiniz və dediniz ki, mən onun xətrinə, mən onun hörmətinə bunları edəcəm. Belə bir enerji ilə açıldı əslində kartlarımız. Baxaq görək sizi yaxın zaman içərisində hansı hadisələr gözləyir. Hansı hadisələr yaxın zamanda olacaq? İlk önce onu deyim ki, çox cəsarətli olacaqsınız. Çox dəyərli, çox özgüvənli, çox özünü sevən bir enerjide görürəm sizi. Və hətta ola bilər ki, zaman bəzi şeyləri ertələdiniz. Bəzi şeyləri sonraya saxladınız. Özünüzü qurban verdiniz, fədakarlıq elədiniz. Bəzən səhv eləmişdim əvvəlcəsində. İndi eləməyim səhv deyə çox düşündünüz. Amma düşündüyünüz zaman şanslarınızı itirdiniz. Özünüzü sonraya saxladınız. Özünüz öz istəklərini ertə. Amma indi artıq belə olmayacaq. Və birdən-birə belə bir sizə enerji gələcək. Mənim bir məqsədim var idi. Mənim istəklərim var idi. Unutduğum, haçan ki mən onları istəmişəm, məni hiss eləmişəm. Bəlkə bir istedadınız idi, bəlkə bir həyat yolunda verdiyiniz bir qərar idi. Bir yol idi, çıxmışdı sizə sanki o verilmişdi sizə və siz onu saxladınız, siz onu dondurdunuz və dediniz ki, sonra baxaram, indi hal-hazır deyiləm, indi bu vaxtı deyil. İndi isə deyəcəksiniz, hazıram, indi, elə bu vaxt, mən bunu niyə dondurmuşam? Çünki bu mənim məqsədimdir, çünki mən buyam, mən bunun üçün dünyaya gəlmişəm. Bu istəyimi həyata keçirmək üçün mən varam. Niyə mən dayanmışam? Niyə mən bu qədər ümumiyyətlə ertələmişəm öz arzularımı? Axı mən cəsarətli və güclü bir qadınam, güclü bir insanam. Və bunu deyən bir ruh halında olacağınızı görürəm. Ola bilər kimsə maşın ala bilər, ola bilər kimsə maşın almaq üçün hər hansı bir addım atmışdı, sonra qalmışdı. Məsələn, getdiniz təlimə amma almadınız. Ola bilər ki, kimsə səyahət eləmək üçün, nə bilim, çamadanını yığdı amma getmədi, indi getməyə gedəcək. Ola bilər siz hansısa bir imtahan vermək istəyirdiniz, əvvəl başladınız, sonra yarımçıq qoydunuz, indi onu reallaşdıracaqsınız. Bir sözlə yarım qalan şeyləri reallaşdırmaq üçün ideal zamana girirsiniz. Daha sonra nələr yaşanacaq sizin üçün yaxın bir zamanda? Aha. Burada deyir ki, bəzən buna mən əlavə olaraq da tam sizə gözəl bir şəkildə deyim. Burada belə bir mövzu var əzizlərim. Aşiqlər kartı gəlir. Yeni əməkdaşlıqlar, yeni birlikdəliklər, amma məhkəmə ilə birlikdə, oyanışla birlikdə. Həyatınızda kimsə yoxdursa, həyatınızda heç kəs hal-hazırda sevgi həyatınız boşdursa, yəni bir oyanış, ruhsal oyanış. Mənə kim lazımdır? Ümumiyyətlə mən bugünə qədər kimləri seçirdim? Niyə bu insanlarla gedirdim? Mən niyə bu sanki bir karma, bəlkə davamlı təkrarlanan döngüdə ilişib qalma. Bu dəfə oyanış var. Əgər münasibətiniz varsa həyatınızda, həmin insanla bağlı münasibətlərdə bir oyanış yaşama. Yaxşı ola bilər. Yəni nə mənada? Məsələn, ola bilər ki, siz bugünə qədər münasibətdə sevilirdiniz, amma elə bir hadisə oldu ki, daha çox bağlandınız. Çünki məhkəmə kartı bir oyanışı, yatmış qalan hər şeyi, gizli qalmış hər şeyi, o torpağın altında gizlənən oyanışını gözləyən bütün sirləri də göstərir bizə. Və burada deyir ki, siz
oyanacaqsınız, bir oyanış yaşayacaqsınız. Sevgi baxımından yaşayacaqsınız bunu, ruh eşi baxımından yaşayacaqsınız bu oyanışı. Eyni zamanda işlərdə qurduğunuz əməkdaşlıqlar, yəni doğum xəritəsində biz buna deyirik 7-ci ev. Yəni sizin kimlərlə əməkdaşlıq qurursunuz, kimlərlə işbirliyi içərisindəsiniz, kimi seçirsiniz ümumiyyətlə özünüzə kollektiv, yəni sizinlə partner olaraq. Və məhkəmənin yanında olan bir joker dəli kartı var. Bir uyanış sizin üçün başqa bir insana çevrilməyinizə səbəb olacaq. Yəni sıfırdan yeni bir başlanğıc, macəra dolu, amma dəngəli bir şəkildə. Yəni artıq ya həyatınızda bu insan mənim adamım deyil deyib yeni bir insan və yaxud da bu insan mənim adamımdır və mən bunu başqa bir formada tanıdım. Münasibətimizi daha da dərinləşdirmək üçün mən anladım bu insan mənim həyatıma niyə girib, bu insan mənimlə niyə var, bu insan mənim taleyimə niyə. Bunu dərk eləmək, uzun sözün qısasında belə deyərdim ki, oyanış və oyanış sonrası həyatınızda yeni bir başlanğıcların olacağını görürəm. Bu yeni başlanğıclar bəzən sizə rəqabəti və araya girəcək birilərini, dəngəni pozacaq, dəngənizi pozacaq, balansınızı pozacaq, aranızı pozacaq birilərini gətirə bilər. Yəni münasibətinizdə yad insanların girməyi ola bilər, kimisə girməyə çalışmağı, aranızı pozmağa çalışmağı, münasibətlərinizdə, əməkdaşlıqlarınızda kimlərinsə ara vurmaq üçün, planlarınızı pozmaq üçün hər hansı bir yollara əl atacağını da görürəm və sanki biraz rəqabət və xaos ortamı. Yəni onlar bir şeylər, planlar qura bilər və onlar gizli o eləyə bilər. Siz isə deyəcəksiniz, tamam, siz gizli, amma mən sizin kim olduğunuzu bilirəm. Mən sizlə açıq aydın savaşacağım. Yəni gizli yox. Gəl ortada, mərkəzdə bir-birimizlə savaşaq. Belə bir kimlərdəsə belə bir şeylər olacaq. Daha sonra maddiyatla bağlı. Əgər bəzilərinizdə bu durum olacaq. Bugünə qədər iş həyatınız var idi, bir seçiminiz, yəni bir seçim eləmişdiniz, bir karyeranız var idi və bir imza atmışdınız, bir yerdə işləyirdiniz. Birdən-birə özünüzdə belə bir şey, mən başqa bir sahəyə gedirəm. Mən yeni bir yol çizirəm özüm üçün deyə bilərsiniz. Bu çizdiyiniz yeni yol çox rəqabətli bir yol ola bilər və sanki ora gələndə burada hara gəlmirsən, burada onsuz da müharibə var, burada sənə yer yoxdur, burada sənə çörək yoxdur kimisindən də mesaj, yəni sanki bir qarşılıq ala bilərsiniz. Kimlərdəsə bu belə olacaq, çünki bu özəl açılım deyil. Özəl açılım daha dəqiq olur, bu ümumi bir açılımdır. Burada yüzlərlə insan var. Ona görə mən gördüyüm, hiss elədiyim bütün hər şeyi sizinlə bölüşürəm. Və siz bu aralar çox enerjiksiniz, amma pul cəhətdən də çox enerjiksiniz, maddi açıdan da çox enerjiksiniz. Amma pulla bağlı, pulunuzda gözü olan, nəzəri olan, pulunuzu hesaplayan, pulu qazanmayasınız deyib bir şeylər eləyən, maddi olaraq sizə ziyan vurmağa çalışan, pul qazandığınız pulu belə deyək də danışan və yaxud da ki qazanmayasınız deyə çalışan insanlar ətrafınızda ola bilər. Yaxın bir zaman içərisində sizi enerjik görürəm, sizi belə alov enerjisində görürəm. Davamlı yeni planlar, yeni proyektlər içərisində görürəm. Pes etmirsiniz, dayanmırsınız, susmursunuz və hər şeyi hər halda dəngələməyə çalışırsınız, balanslamağa çalışırsınız. Amma bunların fonunda baş verən bu rəqabət ortamı təbii ki biraz belə sizi yora bilər emosional olaraq. Daha sonra Daha sonra deyir ki, bir ilahi ədalət sisteminin var olduğunu görəcəksən. Yəni, ola bilər ki, uzun müddətdir ayrılmaq istəyib, boşanmaq istədiyin biri var idi. Ola bilər ki, biri ilə bağlı gerçəkləri öyrənmək istəyirdi. Ola bilər ki, bir məhkəmə işin var idi, qalib gələ bilmirdi. Dövlət rəsmi sənədlərdə, məhkəmə süreçlərində qalibiyyət gözlənilir. Məhkəmə və ədalət. Çünki bu oyanış, çünki bu
gözünü açmaq sanki sənin üçün, anlamaq, dərk eləmək həyatında belə bir süreç başlayacaq. Sən də bir şeylər əkdin, indi becərmə zamanıdır. Onlar da arxa planda bir şeylər əkdi. Onlar da indi öz əkdiklərini, toxumlarını görəcəklər. Yeni iş başlanğıcını çox hiss edirəm burada işləməyənlər üçün, işləyənlər üçünsə yeni bir karyera başlanğıcını çox görürəm. Həyatınızda olan problemlərdə çox soyuqqanlı qalmağınız məsləhətdir. Yəni emosional çıxışlar çox eləməyin, çalışın soyuqqanlı formada qalın. Daha sonra yeni pul sanki qapıları, pulu necə qazanaram, necə maddi başlanğıclar edə bilərəm, necə maddi bir brend yaradaram, bəlkə kimsə öz brendini yaradır. Bununla bağlı danışıqlar olacaq, bununla bağlı düşüncələr olacaq, asa ikilisi planlar quracaqsınız, danışıqlar olacaq. Bəziləriniz bir bəylə birlikdə rəsmi bir evrak məsələsi həll eləyəcəksiniz, rəsmi bir sənəd məsələsi həll eləyəcəksiniz. Eyni zamanda belə deyək də, bəlkə də bəziləriniz keçmişdə yolunuzu ayırdığınız biriləri olacaq ki, yolunuzu ayırdığınız biriləri olub ki, siz onlardan canınızı qurtarmışsınız, necə deyərlər. Amma onlar birdən təzədən peyda ola bilər sizin işlərinizi qarışdırmağa. Bunlarda maksimum soyuqqanlı qalmağa çalışın. Və son olaraq soruşacağım, sizə nəyi məsləhət görür kartlar? Büyücü kartı, sonsuz güc və potensiala sahibsən, heç nədən çəkinmə, qorxma, dayanma, özünü heç nədən qısıtlama, qəti şəkildə özünü yorma və necə yorma, yəni mən bunu bacarmaram, mən bunu eləyə bilmərəm, mənlik deyil düşüncələrinə girmə. Səndə böyük bir başlanğıc var. Başladığın hər işdə xoşbəxtlik və rahatlıq səninlədir. Parlama dönəminə girirsən, tanınma dönəminə girirsən, gözəllik, xarici görünüşlə bağlı yeni və hər hansı bir dəyişikliklər eləyə bilərsən. Bu sənin üçün çox xoş ola bilər və birlikdə dostlarınla zaman keçirmək, əylənmək, danışmaq, gülmək, dişil enerjini artırmaq qadınlar üçün, kişilər üçün qadın həyatına istədiyi xanımı dəvət eləyə bilmək, bir qadın olaraq parlamaq, sevgi görmək və gözəllik, yəni dostlarınla, padruqalarla rahat zamanlar keçirmək üçün çox gözəl bir dönəmə girirsiniz. Birinci dəstə bu qədər. Yaxşı olanları alıb qəbul edirik. Mənfi olanları isə ilahi yaradana təslim edirik ki, onu gözəlləşdirsin, səbəbləri ilə birlikdə bizim üçün çözümə ulaşdırsın və biz o enerjiləri ən gözəl və ən rahat şəkildə yaşayaq. Gəlirik ikinci dəstəyə. İkinci dəstəni seçənlər özünüzü niyyət eləyirsiniz yenə də. Kimlərsiz? Mən sizi hiss eləmək istəyirəm. Küsmüsünüzmü, gülürsünüzmü, işləyirsinizmi, işləmirsizmi, sevirsizmi, sevilməkmi istəyirsiniz? Hər birinizi burada hiss eləmək istəyirəm. Və başlayaq. Sizi nələr gözləyir ümumiyyətlə? Baxaq görək enerjinizi. Oy, çox maraqlı enerjilər var burada da. Buradakılar çox özündən razı, çox belə özünü sevən, özünə dəyər verən, baxımını sevən, mən heç kəsə ehtiyac olmadan da qalxaram, amma yaxşı olar ki, məni sevsinlər, idarə etməyi sevən, dominantlığı sevən, yəni əlimdə olsun, hər şeydən xəbərim olsun tipində olan bir qadın enerjisini görürəm, dominant enerji görürəm və bu dominant enerji bu yaxın zamanda karmik bir süreç yaşayır. Yəni hak etdiklərini almağa başladığı bir sürəcə girib. Eyni zamanda onun ağlına gözəl fikirlər, ağıllı belə ideyalar gəlir. Amma ola bilər ki, hal-hazırda sizin həyatınızda işlə bağlı, hər hansı bir bəylə bağlı bir sonlanma süreci var. Yəni ola bilər kimlənsə ayrılırsınız, ola bilər işinizdən ayrılmısınız, ola bilər bir bəydən ayrılmısınız. Və deyərdim ki, bu insan çox soyuqqanlı bir şəkildə, sizin gözləmədiyiniz bir şəkildə sizi arxanızdan sanki kürəyinizdən vurmuş bir formada, yəni sanki belə
vecimə də deyil. Əsas mənim işim getsin tipində bir insan, əsas mənim günüm xoş getsin tipində bir insan var burada. Əgər sizin həyatınızda sevgidə belə bir şey yoxsa, deyirsinizsə ki, yox, mən sevgi həyatımda belə bir şey yaşamamışam, o zaman bu sizin gününüz ola bilər. Çünki burada bir çalışma kartının yanındadır. Ola bilər bu sizin bir iş yoldaşınız ola bilər. Amma bir bəylə bağlı yaşadığınız qəlb qırıqlığını və bir bəylə yaşadığınız üzücü bir dönəmi sizin göstərir burada ki, belə bir üzücü bir dönəm var. Sanki siz işləyirdiniz, siz nədənsə məşğul idiniz, amma bir şeylər sizə mane oldu. O insan sizi incitdi, əlində qılıncı var və heç qorxmadan sizin kürəyinizə vurdu və dedi, heç mənim vecimə də deyil və bu sizi çox incitdi. Gəlin baxaq, bəs yaxın zamanda mənim ikinci dəstə izləyicimi nələr gözləyir? İkinci dəstə izləyicim yaxın bir zaman içərisində bu dünyanın özündə belə gözləmə rejimindədir, sanki heç nə eləmir. Yəni sadəcə dayanıb, sadəcə gözləyir, sadəcə keçmişi düşünür, sadəcə üzülür. Niyə belə oldu? Bu mənim ürəyimcə olmadı. Bu niyə belə formada olmalıydı? Mən belə istəməmişdim. Və bunu düşündükcə qəzəblənir. Məni aldatdılar, mənə yalan danışdılar. Burada mənə düz eləmədilər. Bunu mənə qarşı yanlış, bu ifadəni yanlış işlətdilər. Bu düşüncələr içərisində hərəkətsiz bir formada, hər gün eyni xatirələri düşünən bir enerjidə hal-hazırda ola bilərsiniz və bu enerji ilə biraz aqressiya da verə bilər bu sizə. Mən bunun qisasını alacağam. Mənə elədiyim bu şeyin əvəzini səndən çıxacağam. Mənə elədiyim bu şeyə görə səni bəlkə ilahi ədalətə təslim eləyəcəm. Yəni mənə niyə bunu elədin tipində bir enerjidə ola bilərsiniz və ola bilər siz çox qəzəblisiniz, xüsusilə də hansısa bir bəyə ola bilər. Yəni bu bəy biri üçün atadır, biri üçün sevgilidir, biri üçün ərdir, biri üçün iş yoldaşdır, amma bir qəzəb, bir baxın qılıncı da salmısınız. Səndən bunun əvəzini alacağam. Çünki sən məni üzürsən, sən məni incitmisən. Belə bir enerjidəsiz hal-hazırda. Sakitlik var, bir hiss etmə var, hiss etməyə çalışırsınız. Yaxın bir zamanda yuxularınıza fikir verin. Sanki biraz belə emosional və belə spiritual enerjiniz daha bu zaman içərisində kartlar deyir ki, sənin heç narahat olmağa nə əsasın, nə belə səbəbin yoxdur. Çünki bu zaman sanki sənin ruhsal sakitliyində, içsel səsini dinlə. Özünə sual ver. Niyə? Mən niyə bunu yaşayıram? Mənə nə demək istəyir? Kainatın mənə mesajı nədir? Sən bunu anladıqca, sən bunu başa düşdükcə, heç ummadığın yerdən sənə yeni bir qapı açılacaq. Bu kimin üçün münasibətdir, kimin üçünsə karyeradır. Və xüsusilə də stabil, düzənli, maddiyatını güvəndə saxlamağı sevən, iş həyatı ilə bağlı, əgər bu sizin üçün işdirsə sevgi, bir təklif var, yenilik var, burada bir kupa ası var, burada bir tılsım prensi var. Bir maddi və ya mənəvi, kimin üçünsə maddidir, dediyim kimi, kimin üçünsə mənəvidir. Bir sanki sizin yolunuzda olan o insan, kim ki sizə o təklifi eləməlidir, sanki ona bir enerji gedir kainatdan. Bax, indi sən dur, filan kəsə yaz və filan kəsə iş təklifi. Sanki o insan özü də sizə doğru yol alaraq sizə o təklifi etmək üçün gəlir. Daha sonra maraqlıdır. Burada deyir ki, biraz negativ enerjilərə qapılmış, biraz öz enerjindən bağlıdır. Biraz negativ düşüncələrə qapılmış, biraz yaradandan uzaqlaşmış ola bilərsən. Su elementi, baxın burada çoxu su gəlir. Suya yaxın yerə gedin. Bütün qəzəbinizi, nifrətinizi, o əsəbinizi suya deyin. Suda çimin. Duzlu suda çimin, sirkəli suda çimin. Amma bir su terapiyası eləyin. Çünki duyğusal olaraq yaxşı vəziyyət deyil. Baxın, burada kafa qarışıqlığı var. Su elementiniz dəngədə deyil hal-hazırda. Ya çox emosionalsız, çox ağlağansız, ya da ümumiyyətlə hal-hazırda emosiyalarınızı ifadə eləyə bilmirsiniz deyə, duyğularınızı hiss eləyə bilmirsiniz. İşə, pula, nəyəsə dağıtmaq istəyirsiniz fikrinizi. Amma içəridə duyğusal bir vulkan var orada. Və burada deyir ki,
şeytan kartı nədir? Bizim bağımlılıqlarımızdır, bizim aldanışlarımızdır, bizim yalan aldadılmağımızdır. Eyni zamanda şeytanın bizi zəif görüb ələ keçirdiyi nöqtələrdir. Baxın, burada Simerika Jezlov da var və deyir ki, özünüzü müdafiə etməyə çalışır. Sanki savaş verir bədəniniz, ruhunuz, bir qaranlığa savaş verir. Ola bilər kiminsə həqiqətən ətrafında hansısa bir hadisədən sonra, bəlkə bir yığıncaq toydan sonra, bəlkə bir xeyir işdən sonra, burada bir çünki toplantı var. Buradan sonra gəldiniz və özünüzü bir yorğun hiss elədiniz. Yəni özünüzü bir ağır hiss elədiniz. Bir ad günü toydu və s. Yəni və yaxud da bir padruqa yığıncaqdır, rəfiqə yığıncaqdır. Gəldiniz və narahat hiss elədiniz. Burada bir negativ enerji olmuş ola bilər və hal-hazırda sanki bədəniniz müdafiə etməyə çalışır. Yaxınlaşma, auranız zədələnib biraz. Biraz auranızı suyla bəli, təmizləyin, necə deyərlər. Və bu aralar biraz küskünlük, baxın kupa 8, bezmişlik, heç nədən zövqə almama, kupa 7'lisi, nə istədiyini bilməmə, nə istəyirəm, arzum nədir, məqsədim nədir, düzgün yol nədir, işləmək istəyirəm, amma hansı işdə işləyim, karyera işləyirəm, amma necə irəliləyim, sanki bir qarışıqlıq var hal-hazırda şuuraltınızda da və bir tərəfinizdə kupa 7'lisi xəyal qarışıqlığı, illüziyalar kartıdır. Yəni illüziyalar nəyin doğru, nəyin səhv olduğunu da anlamırsınız. Bir tərəfinizdə dəyənək 7'lisi ilə isə mübarizə aparır, savaş verir, özünüzü qorumağa çalışırsınız və bu orta yerdə güclü qalmaq istəyirsiniz, amma eyni zamanda da hər şeydən bezmiş bir ruh halınız var. Ona görə də biraz ruhsal terapiya sizə məsləhət görürəm. Mütləq şəkildə psixoloqla, hər hansı bir koçla mütləq şəkildə çalışın. Sizin hal-hazırda buna həqiqətən ehtiyacınız var. Çünki kartın başında açdığım dominant və enerjili qadın hal-hazırda o qədər də enerjili deyil. Biraz yıpranmış ola bilərsiniz. Daha sonra ay kartı. Şuuraltı qorxular çoxdur. Baxın, bir şeyləri itirmək qorxusu, əlimdən alanlar qorxusu, gedər qorxusu. Luna kartı ay kartıdır. Bilirsiniz ki, ay kartı hər şeyi olduğundan daha böyüdən və hər şey, baxın, adi pişikdir, amma bəbir kimi görsənir, görürsünüz. Nəyə? Çünki Vedma var yuxarıda belə bir uçur və yer üzündə qaranlıq bir enerji hakimdir. Hər şey olduğundan daha böyükdür. Yəni, əslində kiçik olan şey də sizin üçün böyükdür və sizin hal-hazırda ay kartının itirmə qorxusuyla gəlməyiniz pulunuzu, sevginizi, əlinizdə olanları, sizə aid olanları itirmə qorxunuzun çoxaldığını göstərir. Və mən burada sadəcə bunu deyirəm, bunu adətən mən seanslarda deyirəm hər zaman. Biz müvəqqəti bu dünyadayıq və bizə aid olan şeylər də müvəqqəti bizimlədir. Və biz bugün deyirik ki, məsələn 5 ildən sonra mənim pulum çox olsun deyə mən bunu yığmalıyam. Amma heç kəs 5 ildən sonra həyatda olacağının garantisini almayıb. Heç kəsə müqavilə ilə gəl. Ona görə də həyatı son günmüş kimi yaşayın. Təbii ki, veşsiz olmaq, təbii ki, heç nə eləməmək deyil bu. Sadəcə itirmə qorxusuna ehtiyac yoxdur həqiqətən də. Çünki zaten biz burada müvəqqətiyik. Çünki zaten bizə verilən hər şey müvəqqətidir və biz bacardıqca, mən ona görə deyirəm, bəzən insanlar özlərini yaxşı həyata da layiq görmürlər. Nə bilim, çox gözəl lüks yaşamağa da layiq görmürlər. Özlərini sevməyə layiq görmürlər. Sanki egoist olacaqlar və yaxud da ki, sevilməyəcəklər. Amma halbuki həyat sanki bir kiraya evdə qalırsınız və hər an bitə bilər, hər an çıxardıla bilərsiniz. Ona görə də onu maksimum gözəl yaşamaq lazımdır. Və burada sizə demək istəyirəm ki, bu itirmə qorxunuz nədirsə bunun üzərinə gedin. Bunun sizə icazə verməyin. Və çünki nə deyir burada? Deyir, yaxın zamanlar içərisində, yaxın günlər içərisində gələcək yeni fikirlər, ideyalar və xəbərlər sizin bir yola çıxmağınıza, bir yolculuğa çıxmağınıza səbəb olacaq. Bu yolculuq həqiqi bir yolculuq ola bildiyi kimi sizin xəyallarınıza sizi çatdıracaq bir yolculuq ola bilər və siz bu yolculuqda soyuqqanlı bir şəkildə, ağıllı bir şəkildə, planlı bir şəkildə arzunuzu reallaşdırmağa doğru yola çıxacaqsınız və bu yolun sonunda bir sevinc var. Ola bilər məqsədiniz var idi, ola bilər bir gözləntiniz var idi, ola bilər bir istəyiniz var idi. Bu istəyinizin reallaşmasını görürəm və bu istəyinizin reallaşması, bir evin satılmağı, bir evin alınmağı, bir evə köçmək, yeni bir evə daşınmaq, evlə bağlı danışıqlar, maddi həyatın daha yaxşılaşması, bir huzurlu bir özümlə baş-başayam.
rahatam, huzurluyam. Yəni burada özümlə baş-başa olmaq mütləq tək olmaq demək deyil. Yəni mən öz rahatlığım və huzurumu qurdum enerjisində. Çünki mən bunu düşünərək, ağılla, planla həyata keçirdim. Qışqıraraq, bağıraraq, ağlayaraq, nə bilim, uşaq kimi davranışlarla yox da, ağılla və məntiqlə bir yol inşa elədim özümə. Və sonda kartlar sizə nəyi demək istəyir? Dünya. Deyir ki, hər şeyin həyata gəlməyinin bir məqsədi var. Və tamamlamaq həyatın, belə deyək də, tamamlamalı olduğun məsələləri tamamlayacaqsan və rahat hiss edəcəksən. Rahat olacaqsan. Sadəcə və sadəcə davamlı bir maddi olaraq bir kasıblıq qorxusu, bir təklik qorxusu, bir yalnızlıq qorxusu, tək hər şeyi həll edərəm qorxusu, təkmi qalaram qorxusu sənə hərəkət eləməyə icazə vermir, rahat olmağa icazə vermir, addım atmağa icazə vermir. Bu qorxuların üzərində biraz çalış, deyir kartlar. Belə əzizlərim, ikinci dəstədə bu qədər. Keçirəm üçüncü dəstəyə. Üçüncü dəstə səni hiss eləmək istəyirəm. Kimsən, xoşbəxtsən, yaxşısan, təksən, sevgilinləsən, arzuların nələrdir, səni hiss eləmək istəyirəm və baxaq görək, üçüncü dəstəni seçənlər yaxın zaman üçün nələr yaşanacaq. Deməli, çox gözəl. Deməli, hal-hazırda yaxın bir zaman içərisində bayağı bir sevilən görürəm sizi. Bayağı bir eşq qadını kimi romantik, belə bir gözəl mahnılara qulaq asırsınız, şeirlərimi dinləyirsiniz, yazın gəlişini, yazın gəlişində o ağacın, çiçəyin, böcəyin dadını çıxardan bir xanım olduğunuzu, bir insan olduğunuzu görürəm və sosiallaşmağı sevirsiniz. Sizə çoxlu xəbərlər gəlir, sizinlə çoxlu danışmaq istəyən insanlar var, dostlar var, tanışlar var və hətta yaxın bir zaman içərisində əgər təksinizsə həyatınıza yeni biri gəlir, əgər həyatınızda biri varsa münasibətinizin daha irəliləyəcəyini, daha da bir tık daha level atlayacağını görürəm. Eyni zamanda belə bir həyatınızda budur, yəni çoxlu sayda ətrafda insanlar, onların hərəsindən də güllər sizə doğru gəlmək istəyirlər, sizə bir şeylər vermək istəyirlər, sizin bəlkə ad gününüzdür, bəlkə sizi təbrik eləmək istəyirlər və bir şəkildə sizə doğru gəlmək istəyən, sizə bir şeylər vermək istəyən, sizə sevgi, hədiyyə, pul, maddi, mənəvi nələrsə sizə qatmaq istəyən insanlar var ətrafınızda və əgər dediyim kimi təksinizsə yaxın bir zaman içərisində sevgi həyatınızda bir yenilik olacağı qaçınılmazdır. Daha sonra deyir ki, ola bilər ki, bir zamanlar səndə durğunluq var idi. Səndə həyatında bir belə sakit, heç nə yoxdur, çətindir. Bəlkə maddi, bəlkə mənəvi yüklərin var idi. Bəlkə səhhətində biraz səhhətinlə bağlı bir problemlərin var idi. Bəlkə işin alınmırdı. Yəni durğunluq var idi və bu durğunluq sənə biraz çətinlik verirdi, biraz ağırlıq verirdi. Sanki kürəyində bir şey daşıyırmışsan hissini verirdi. Amma indi çoxunuz üçün belədir ki, iş həyatınızda yenilik var. Çoxunuz üçün enerji var, yeni işlə bağlı, yeni bir zəfər qazanmaq üçün yeni bir yola girmək. Çoxunuz üçün uzaq məsafə yolculuqları gündəmdədir. Ola bilər yeni bir təhsil, kimlər üçünsə uzaq məsafə, xarici ölkə dəyişikliyi ola bilər. Kimlər üçün uzaq məsafədən ediləcək bir təklifi dəyərləndirmək ola bilər. Kimlər üçün yeni bir işə düzəlmək ola bilər. Kimlərdə isə yeni bir işin içərisində sanki bir daha bir yüksək vəzifə verilməsi ola bilər. Çünki burada deyir ki, xüsusilə birli və üçlü zamanlar, birli və üçlü tarixlər sizin üçün uğurlu olacaq. Burada biraz harda
qısqanıla bilərsiniz məsələn, gözəlliyinizlə, xarici görünüşünüz, belə bir hiss, belə necə deyim, cazibəniz biraz qısqanıla bilər və ola bilər ki, hətta partnerdən, sizin podruqalarınızın hansısa bir partneri sizə belə baxa bilərsiniz, hiss edə bilərsiniz ki, nəsə adıyanda da var, amma gözü bir tərəfdən də sizin üzərinizdədir və siz ona belə baxa bilərsiniz ki, hə, mən bilirəm gözəl olduğumu, fərqindəyəm, amma sən mənə niyə baxasan ki? Belə bir şey yaşana bilər yaxın günlərdə. Daha sonra həyatınızda kral enerjisi, soyuqqanlı, istiqanlı, hər cür enerjilər sizin həyatınızda olacaq. Yəni sizin belə cazibədarlığınız qarşı tərəfin diqqətini çox cəlb eləyəcək yaxın bir zaman içərisində və hətta evlilik. Baxın, burada nə var? Burada evlilik var. Burada ailə üçün pul yığmaq var, ev üçün pul yığmaq var, evlisinizsə evin maddiyyatını düşünmək var və burada deyir ki, siz həyatınızda maddi olaraq daha güvəndə hiss etmək üçün nələrsə eləyirsiniz. Kimlərdəsə ola bilər ki, həyat yoldaşlarında bəzi yalanlar tuta bilərlər. Yəni, ev xanımsız, evlənmisiniz və siz düşünürsünüz ailəmi gözəl belə və görürsünüz ki, həyat yoldaşınız nəsə yaxşı özünü aparmır və siz deyirsiniz ki, başı bundan sonra cəhənnəm olsun, sənin heç evindir, sənin maddiyyatın, sənin pulun, mən onu heç vecimə də deyil, biraz belə bir hirslənə də bilərsiniz. Bu arada bunu da deyim. Və biraz səhhətinizə diqqətli olun, uşaqlarınızın səhhətinə qarşı. Düzdür, mən burada ciddi nəsə görmürəm, amma sanki bir narahatlığınız da var. Burada Koroleva meçə sanki soyuqqanlı görsənməyə çalışırsınız, amma burada bir nəyisə həll edə bilmirəm, çarəsizəm, nəyisə düzəldə bilmirəm tipində, ailənizlə bağlı, bir ailə bağlarınızla bağlı bir narahatlıqlarınız ola bilər və xüsusilə də sizin həyat yoldaşınızın, sizin bu çətin vaxtınızda sizi başa düşmədiyi anların olması sizi biraz da aqressivləşdirə bilər. Bu evli olan xanımlarla bağlıdır. Yəni, bu evli olan xanımların enerjisi bağlıdır. Çünki burada görürəm ki, siz nəyisə həll eləmək və siz çətindir sizin üçün, amma həyat yoldaşınız bu çətinliklərdən daha çox belə rahat, daha belə baxımlı insanlar onun ətrafında və siz deyirsiniz ki, tamam, sən mənə kömək eləsəydin, mən əziyyət çəkməyim deyə. Mən də onlar kimi ola bilərdim, amma sən gedib ona buna baxana gedib mənə kömək elə. Öyle bir enerji də var, kimlərdəsə yazarsınız. Daha sonra nələr olacaq? Üçüncü dəstə. Burada kimsə ata itkisi, kimsə həyat yoldaşı itkisi də var, amma burada bir itki də var, burada bir sanki kimisə itirmiş bir xanımlar da var. Bu tam baba başqa bir xanımdır, uyumlandım hal-hazırda. Ya atasını, ya həyat yoldaşını itirmiş bir xanım var və bu xanım hal-hazırda gözəl bir xanımdır, baxımlı bir xanımdır, yıxılmayıb, ayaqdadır, yəni şey deyil, yəni həyat pes etmiş durumda deyil həqiqətən, yəni yaxşı bir durumdadır və biraz bu hadisə, yəni ölüm, ayrılıq, bu hər nədirsə, bunun olmağı həyatınızda bir sanki bitiş, itirmə qorxusunu daha çox aktivləşdirib, düzdür. Amma siz öz işinizlə məşğulsunuz və hal-hazırda deyərdim ki, əgər sizin həyat yoldaşınız və ya dediyim kimi kimsə dünyasını dəyişib, siz təksinizsə, siz sanki işə qayıdırsınız və işləməyə başlayırsınız. İşdə özünüzü göstərməyə başlayırsınız, işdə parlamağa başlayırsınız və sanki bir tərəfinizdə bir qəm var, kədər var, ölümün o ayrılığın qəmi var, kədər var, bitişi var və amma bir tərəfinizdə isə karyera həyatınızda gediləcək bir yollarınız var və maddi açıdan bərəkətli bir dönəmə girdiyinizi görürəm. Pul baxımından, ev baxımından, maddi artım baxımından çox yüksək bir vəzifə və yüksək bir maddi, ümumiyyətlə əlinizə gələn bir pul, ailə içərisində gözəl bir maddi irəliləmə əldə görürəm ümumiyyətlə. Daha sonra nə var burada? Əgər bir insanla çox çətin bir ayrılmışsınızsa və barışmaram
mümkün deyil, görmərəm, görüşmərəm dediyiniz biri varsa, 2 həftə 2 gün içərisində bu insanı görə bilərsiniz. Əgər ağlınızdakı tutduğunuz insan Qoç burcu enerjisindədirsə, yaxın birli zamanda sizin də danışıqlarınız və görüşləriniz olacaq. İtirmə, ayrılıq və yoxluq bilincindən çıxmağınız mütləqdir. Təklik, yoxluq, ölüm, qıtlıq, yalnızlıq, o yas enerjisi var. İnsan hətta bir sevdiyindən ayrılanda, heç öləndə, ayrılanda belə düşür ona, ay getdi, tək qaldım. Buradan çıxmaq mütləqdir. Daha sonra hak etdiklərinizi alırsınız. Bəli, hak etdiklərinizi alırsınız. Bir zirvəyə doğru gedirsiniz, bir maşın alırsınız, bir yol var açılıb önünüzdə və bu yol sizi çox xoşbəxt edir. Hak etdiyiniz karmasal ata xəttinizdən gələn, nəsildən gələn bir hədiyyəniz var sanki. Hak etdiyinizi sizə verəcəklər. Əkdiyinizi biçəcəksiniz yaxın bir zamanda və xeyir dua alın. Yaxınlarınızdan, sağ olan qocalardan, sağ yaşayan, sizdən yaşca böyük olan kişi enerjisindən xeyir dua almağınız hak etdiyinizi daha tez almanıza kömək eləyəcək və bu bugünə qədər mən bacarmıram, mən edə bilmirəm, çarəsizəm dediyiniz şeydə çarə mənəm, güc də mənəm, enerji də mənəm, hər şeyin çıxış yolu da özüməm deyəcəyiniz bir enerji gətirəcək sizə və bu sizə həddindən artıq çox böyük ego verə bilər. Bundan biraz ehtiyatlı olun. Böyük bir həyat eşqi, həyat ehtirası verə bilər. Sanki belə bir süreç olacaq ki, deyəcəksiniz ki, bəli, mən indi çox şeyi özüm bacaracağım, özümdə görürəm və bu gücü özümdə tapıram. Və son deyir ki, sənin ətrafın yaxşı insanlar olmaya bilər. Sənin arxandan düşmənlər iş çevirə bilər. Amma güc də səndədir və onu balanslamaq gücü də səndədir. Kinli olma. İnsanların eyni şəkildə cavab vermə. Yəni, o mənə pislik elədi, mən də ona eləyim. O mənə tələ qurdu, mən də ona eləyim. Yox, sən öz yolunda irələ, öz perspektivlərinə sadiq qal. Həyat özü hər şeyi balanslayacaq və kainata burax. Kainata dövr elə. Özün məşğul olma, özün uğraşma mənfi insanlarla və onların mənfi duyğularıyla. Belə əzizlərim, özünüzə yaxşı baxın, fikirlərinizi yazmağı unutmayın. Hər biriniz çox dəyərlisiniz.